Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina bil qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. عباد الله أوصيكم ونفسي بتقوى الله. Aziz müminler, hürmetli cümle iştirakçıları, bu aziz ve mübarek günde özümü ve siz, aziz qardaşları ilahi təqvaya riayət eləməyə dəvət edirəm, tövsiyə edirəm. Allah Qur'an-ı Kərimdə buyurur: İnna əkrəməkum indallah ətqakum. Sizin Allah yanında ən əziziniz, ən hörmətliniz, ən təqvalı olanınızdır. Allah inşallah bizi qiyamət günü təqva sahiblərindən qərar versin və bizi həqiqi təqvaların sırasında inşallah qiyamətdə məşhur eləsin. Bir salavat ehsan edin. Alimlərdən birinə sual verirlər, böyük şəxsiyyətlərdən. Deyirlər ki, əgər 1000 dənə duanın içindən sənə desələr ki, bir duan qəbul olacaq, nə dua eləyərdin? Bir ağa cavab verir ki, aqibətimin xeyirli olmağını Allahdan istəyərdim. Aqibəti xeyirli olmaq, sonu xeyirli olmaq İslam dininin ən önəmli məsələlərindəndir. İnsan imanla yaşaya, imanla da dünyadan gedə. Allah görürsün Qur'an-ı Kərimdə bir dənə incə nöqtəyə işarə edilir əziz qardaşlar. Buyurur ki, Mən cəə bil həsənat fələhu əşrü əmsaliha. Kim bir yaxşılığı deyir, gətsə ona 10 bərabərini verərik. Demir eləsə, eləsə söhbəti deyil. Birdən bəzi insan yaxşılıq eləyir, gözəl iş görür, amma onu apara bilmir. Aparmaq mühümdür. Bəzən insan görürsən ki, əməlini elə əvvəldə xarab edilir. Niyyəti Allah deyil, əvvəldə əməl getdi. Çünki gəlir Allaha görə görəsən. Və yaxud bəzi adam var ki, görürsən, görəndən sonra əməli aradan aparır. Minnət qor. Quranda Allah Teala buyurur, yaxşılıqlarınızı minnət qov, əziyyət verməklə puç eləməyin. Ona görə aqibəti xeyirli olmaq həmişə böyük insanların duaları olub. Tarixdə baxırıq ki, çox insanlar var idi ki, aqibətləri yaxşı olmadı. Amma eyni zamanda Peyğəmbərin yanındaydılar, Əhl-i Beytin yanındaydılar, amma aqibətləri pis oldu. Aqibətləri elə oldu ki, onlar cəhənnəm əhli oldular. Onlardan misal da vurmaq olar, məsələn. Tarixdə yazırlar ki, Şümür Siffin müharibəsində o qədərəm yaralanmışdı ki, Əleyhisselamın yanında az qaldı, şəhid olsun. Amma gəldi tarixin ən pis şəxsiyyətlərindən biri oldu. Gəldi İmam Hüseyin Əleyhisselamın qatili oldu. Aqibəti yaxşı olmadı. Ona görə hər bir insan öz aqibəti üçün düşünməlidir və aqibətinin sonu haqqında təfəkkür eləməlidir. Bir neçə məsələ ki, bizə tövsiyə olunub insanın aqibətinin xeyirli olmağına səbəb olar, onları inşallah mən sizin xidmətinizə
bir deyəcəm. Onlardan biri, əziz qardaşlar, təqvalı olmaqdır. Allah da Quran-ı Kərimdə buyurur ki, vəl-aqibətu lil-muttəqin. Yaxşı aqibət, xoş aqibət təqvalı insanlar üçündür. Əgər bir adam təqvalı olsa, onun aqibətinin xeyir olmağına təsiri var. Yəni, Allahın həddlərini qorusa, təqviyə müxtəlif mənalar veriblər da, dəfələrlə buradan deyilib. Peyğəmbərdən soruşurlar, ya Rəsulallah, nədir təqva? Peyğəmbər buyurur, bildiklərinə əməl eləmək, bilmədiklərini öyrənməyə deyərlər təqva. İmam Sadiq ağadan soruşurlar, təqva nədir? İmam Sadiq əleyhissalam buyurur, o yerdə ki, Allah səni istəyir, orada olasan. O yerdə ki, Allah səni istəmir, orada olmuyorsan. Buna deyərlər təqva. Təqva budur ki, insan məsələn, nə danışacağını bilə, nə deyəcəyini bilə, hara gedəcəyini bilə, nə yiyəcəyini bilə. Yəni, Allahın həddlərini qoruya. Yəni, Allaha görə yaşaya. Bir dənə salavat ehsan edək. Biri budur, insanın aqibətinin xeyirli olmağına səbəb olar, təqva. İkincisi, tövbədir. Allah Quran-ı Kərimdə buyurur, ya eyyuhəl-ləzina amənu, ey iman gətirənlər, tubu ilallahi tövbətən nəsuha. Allaha qarşı tövbə illi. İxlaslı tövbə. Tövbə-i nəsuh, yəni ixlasla olan tövbədir. Əleyhissalam bir hədisdə buyurur, Ət-tövbətu ələ ərbəəti dəaim. Tövbənin 4 dənə əsas şərti var. Biri budur ki, nədəmun bil qəlb. İnsan qəlbdə peşman ola, elədiyi günahdan. Və istiğfarun bil lisan. Dildə də istiğfar eləyə, tövbə eləyə, əstəğfurullah Rəbbi və ətub ileyh deyə. Və əməlun bil cəvarih. Əməlində də o tövbəni göstərə. Və əzmun ən la yaud. 4-cü şərti budur ki, İmam Aleyhisselam buyurur, həmən elədiyi günaha bir də qayıtmaya. Bu tövbənin bu 4 dənə əsas şərti var, Aleyhisselam buyurur. Qəlbdə peşman olmaq, dildə istiğfar eləmək, əməllərdə onu göstərmək və bir də o tövbə elədiyin günaha qayıtmamaq. Aqibətin xeyirli olmağına vəsilə olan, səbəb olan məsələlərdən biri də tövbə eləməkdir. Daima tövbə halında olmaq. Peyğəmbər salvatullah hər axşam yatanda rəvayətdə var ki, 70 dəfə istiğfar eləyirdi. 70 dəfə deyirdi, əstəğfurullah Rəbbi və ətubu ileyh. Məsum uydu. Amma buyururlar ki, Məkkənin müşriklərin ab-ı havası Peyğəmbərə öz təsirini göstərirdi. Peyğəmbər o təsirdən uzaqlaşmaqdan ötürü istiğfar eləyirdi. Bunlar ki, günah eləməzlər. Onlar yəni günah bizə tərəf gəlməsin. Amma biz istiğfar eləyirik ki, elədiyimiz günahı Allah bağışlasın. Tövbə eləmək, daima tövbə halında olmaq insanın aqibətinin xeyirli olmağına səbəb olan amillərdən biridir. Və rəvayətdə var ki, aqibətin xeyirli olmağına səbəb olan məsələlərdən biri də salih əməldir və imanı gücləşdirməkdir. Allah Quran-ı Kərimdə and içəndən sonra nə buyurur? Vəl-əsr, and olsun əsrə, innəl insanə ləfi xusur. Həqiqətən insanlar ziyan içindədir. İlləl-ləzinə əmənu və əmilus salihat və təvəsəv bil haqq və təvəsəv bis səbr. O kəslər ki, ziyan içində deyil.
iman gətirərlər və salih iş görərlər. Hər o iş ki, səni Allaha yaxınlaşdırır, ona salih iş deyirlər. Ondan da yuxarı mənası budur ki, əziz qardaşlar, bir dənə gözəl iş var və yaxud iki dənə gözəl iş var, onun sən arasında seçim eləməlisən. Əxlaq alimlər buyururlar ki, o şey ki, sənin nəfsinə uyğun gəlir, o yaxşı işi burax, o birisini elə. Məsələn, misal olaraq, elə bir namazın vaxtıdır, bir nəfərin də eşdə sənə ehtiyacı var, köməyinə ehtiyacı var, yıxılıb. Da sən orada deyə bilməzsən ki, mən namazı vaxtında əda edirəm, gərək namazı qılam, yox. Gərək gedib o eşdəki adama kömək eləyəsən. Yəni, iki dənə yaxşı işin arasında qalanda, onu ki, nəfsin istəyir, onu burax. Get həmən Allah səndən hasını istəyir, onu həyata keçir. Ona deyərlər, salih əməl. Yəni, hər salih əməl, insanın nəfsi istədiyi əməl bəzən olmur. Bəzən insan seçim arasında qalanda, gərək düz seçim eləyər. Bu da insanın aqibətinin xeyirli olmağına səbəb olar. Dua və təvəssül, Əhl-i Beyt imamlarına təvəssül eləmək, dua eləmək. İmam Sadiq əleyhissalam bir hədisdə buyurur, deyir, bu 4 dənə əməl insanın aqibətinin xeyirli olmağına səbəb olar. Əhdə vəfalı olmaq. Birinə ki, söz verdin, birinə ki, vədələşdin, gərək o əhdinə vəfa eləyəsən. Valideynə ehtiram eləmək. O adamlar ki, valideynlərinə hörmət eləmirlər, onun hədislərdə çox acınacaqlı bir təsirləri var ki, rəvayətlərdə Allah ona işarə edilib. İmam Sadiq əleyhissalam buyurur, əgər deyir, Allah of kəlməsindən deyir, aşağı bir kəlmə deyir, tapa bilsəydi, Quranda onu işlədərdi. Allah Quranda nə buyurur? Və la təqul ləhumə uffin. Onlara of belə deməyin. İmam Sadiq əleyhissalam buyurur, əgər Allah of kəlməsindən aşağı bir kəlmə tapsaydı, onu işlədərdi. Allahın qəzəbinə səbəb olar. Əgər bir nəfər valideyninə ehtiramsızlıq eləsə, Allah qəzəblənər. Bir nəfər Peyğəmbərin yanına gəldi, dedi, ya Rasulallah, məni dua elə. Peyğəmbər dedi, get səni valideynlərin dua eləsin. Onların duası sənin haqqında məndən tez qəbul olar. Və ömrün az olmağına səbəb olar. Əgər bir adam valideyni incitsə, ömrü bərəkətsiz olar və az olar. Necə ki, İmam Hüseyin əleyhissalamdan hədis var, buyurur ki, atanın qarğışından uzaq olun, qılıncdan itidir. Ümumiyyətlə, valideynə hörmətsizlik eləmək ən böyük günahlardandır. Və dünyada da təsirləri var, axirətdə də. Əgər bir adam xoşbəxt olmaq istəyirsə də, gərək ki də valideynindən xeyir dua ala. Və əgər bir adam valideyninə hörmətsizlik eləsə, rəvayətlərdə var ki, o adamın da ehtimal var gələcəkdə evladları həmən adama hörmətsizlik eləsinlər. Yəni, valideynə ehtiram eləmək, valideynin hörmətini saxlamaq insanın aqibətinin xeyirli olmağına səbəb olan amillərdən biridir. İnsan valideynindən xeyir dua ala, valideyni ondan razı ola. Allah Quranda nə buyurur? Onlar da sizin kiçik Rəbbilərinizdir, Rəbbəyani səğira. Yəni, sizin kiçik tərbiyəçilərinizdir. İnsan birinci valideynin qarşısında məsuliyyətli olmalıdır, çalışmalıdır ki, onu incitməsin. Əgər onu incitsə, əmin olsun ki, ömrü bərəkətsiz olacaq.
əmin olsun ki, ona dünya və axirət xoşbəxtçiliyi üz verməyəcək. Hətta Quranda Allah Teala buyurur ki, valideynləriniz belə kafir olsa, sizi onlarla xoş danışın, xoş rəftar edin. Əgər sizi Allahdan başqasına dəvət eləsələr, günaha dəvət eləsələr, günaha da getməyin. Amma icazən yoxdur, deyir, onunla tünd danışasan, gələk onunla xoş danışasan. Əgər sabah birinin həyatında büdrəməklər oldusa da, bilsin ki, valideyni ondan narazıdır. Ona görə bu işləri getmir, ömrü bərəkətsizdir və başqa səbəblər. Aqibətin xeyirli olmağına səbəb olan məsələlərdən biri də əlində olan neymətə şükr eləmək. Allah Quran-ı Kərimdə buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər siz şükr eləsəniz, mən artırıram. Və in kəfərtum inna əzab ilə şədid. Əgər küfr eləsəniz, mənim əzabım şiddətlidir. İmam Səccad əleyhissalam buyurur, şükrün ən yuxarı mərhələsi budur ki, Allah sənə verdiyi neymətləri onun yolunda sərf eləyəsən. Bu şükrün ən yuxarı mərtəbələrindən biridir. İnsanın aqibətinin xeyirli olmağına səbəb olan məsələlərdən biri də insanlarla xoş rəftar etməkdir. Əxlaqlı olmaq. Peyğəmbər ki, necə insanlarla xoş rəftar idi. Əhl-i Beyt imamları xoş rəftar idi. Böyük alimlər xoş rəftar idi. İnsanlarla gözəl ünsiyyətdə idilər. Əxlaq çərçivəsində riayət edirdilər. Peyğəmbərin məsələn bir xüsusiyyəti var idi. Peyğəmbərin yanına kim gəlsə, hər kəsin ayağına qalxardı. Körpə gəlsə qalxardı. Qoca gəlsə qalxardı. Hər kəsə qalxıb ehtiram eləyərdi. Bu Peyğəmbərin xüsusiyyətlərindən idi. Oturan halda olsa, kim onun üstünə daxil olsa, qalxıb ehtiram göstərərdi. Peyğəmbərin xüsusiyyətlərindən biri buydu ki, heç vaxt heç kəsin sözünü kəsməzdi. Hamımızda var da görürsən, birimiz danışanda üçü də danışır, üçümüz danışanda dördüncü danışır. Heç birimizdə hövsələ yoxdur ki, axıra qədər bir-birimizi dinləyək. Peyğəmbər əslən bir adam sözünü qutarmamış, onun sözünü kəsmirdi. Hətta düşmən olsa belə, axıra qədər dinləyirdi, qulaq asırdı. Yəni, xoş əxlaq idi insanlarla. Əmin idi. İslamdan qabaq əmin adlandırırdılar, yəni əmanətdar. Gətirirdilər əşyalarını onun yanında qoyurdular. Hələ Peyğəmbər olmamışdı. Muhammedul Əmin deyirlər. Məkkə deyirlər, bu Əmin Muhammed. Bir xüsusiyyəti var idi, məsələn, əlində olanı paylaşardı. Süfrədə oturanda əlində olanı paylayardı, məsələn. İnsanlarla gözəl rəftar eləyərdi. İnsanlarla gözəl rəftar eləmək insanın aqibətinin xeyirli olmağına təsir göstərən amillərdən biridir. Seyyid Bəhrul Ulum ən böyük şəxsiyyətlərdən biridir İslam aləmində. Bir də həmən dövrdə bir nəfər olub, Molla Əhməd Nəraqi. Onun bir dənə kitabı var, Mirac-ı Səadə kitabı. Tərcümə də olub. Əgər baxsanız var tükənlərdə, din tükəndə də ola bilsin ola. O kitab böyük kitabdır. Həmən o Mirac-ı Səadə kitabı Nəcəfdə Seyyid Bəhrul Ulumun əlinə düşür. Baxır, vərəqləyir, deyir, bu kitab nə gözəl, mükəmməl kitabdır, əxlaq elmi haqqında. Bunu yazanın xoş halına da bizim Hovzədə mədrəsədə belə bir kitaba ehtiyac var idi. Sonra Molla Əhməd Nəraqi Nəcəfə, Kərbəliyə ziyarətə gedir. İranda yaşayırdı. Deyir, gələsən Nəcəfə, deyir, Seyyid Bəhrul Ulumu gör mövki edəsən, olmaz ki, belə bir alimi gəlib görməyəsən. Seyyid Bəhrul Uluma deyirlər ki, həmən kitabın müəllifi gəlib, sizin dərsinizdə də oturur. Deyir, gəlib, xoş gəlib. Dərsi deyir, tərk edir sinifi. Səhərsi günü Molla Əhməd Nəraqi bir də deyir, gələsən deyir, belə bir alimi gör mövki edəsən, yaxşı olmaz. Ağaya deyirlər, ağa, Molla Əhməd Nəraqi sizin dərsinizdə Seyyid Bəhrul Uluma. Deyir, eybi yox da, gəlib, xoş gəlib. Üçüncü günü
Deyirlər, ağa Molla Əhməd Nəraqi küçənin başında mədrəsəyə tərəf gəlir. Deyir, dərisdən deyir, ayağı yalın Molla Əhməd Nəraqiyə tərəf qaça-qaça getdi Seyid Bəhrullu. Qucaqladı deyir, bağrına bastı. Dedi, mən 3 gündür səni imtihan eləyirdim. Görüm sənin özün bu yazdığın kitaba, içindəkilərə özün əməl eləyirsən ya yox. Mən gözündə bir məclis olur məsələn. Bir də adamı görmə, deyir, o da mənə salam vermir. İnsan tez suizən eləyir. Düşünmür ki, inşallah görmədi da, yəqin başı qarışıq olub, ona görə bir salam vermir. Yox, sahiyə salam verməsin. 3 gün o adam gəlir, deyir ki, bu alimi görməyib getmək yaxşı olmaz. Gəlir və axırda o alim də buna deyir ki, indi bildim ki, sən bu kitabın müəllifisən. Peyğəmbər salavatullah, İmam Sadiq əleyhissalam buyurur, o qədrəm əxlaqlı idi ki, deyir. Əxlaqına deyir, valih olub, deyir, iman gətirənlərin sayı, möcüzəsini görə iman gətirənlərin sayından çoxdur. O məşhur hadisədir da, bir nəfər Peyğəmbər salavatullaha üzüm gətirir. Peyğəmbər üzümü sahabələrin yanında alı eləyir və heç sahabələrə təklif eləməyir. Deyirlər, ya Rasulullah, biz ki, səni tanıyırıq, sən belə iş görməzdin. Amma deyir, bu üzümü bizə təklif eləmədin. Rasulullah buyurdu ki, bu üzüm çox turşuydu. Əgər siz bunu yesəniz, o gətirənə bildirəcəydiniz. Onun da qəlbi narahat olacaqdı ki, mən turş üzüm gətirmişəm. Amma mən yedim deyə təbəssüm elədim. O hiss eləmədi bunun kal olub dəymiş olduğunu. Sevinə-sevinə getdi. Yəni, bax, belə bir Peyğəmbərin ümmətiyik biz. Belə bir Peyğəmbərə nisbət verilərik. Yəni, insanın aqibətinin xeyirli olmağının səbəblərindən biri insanlarla xoş rəftar eləməkdir. Yəni, cəmiyyətdə olan hər təbəqə ilə fərq eləməz, gözəl rəftar eləmək. Allah inşallah bizim aqibətimizi xeyirli qərar versin və inşallah o məsələlər ki, saydıq, təqvalı olmaq, neymətə şükür eləmək, əhdə vəfalı olmaq, əhl-i beyti təvəssül eləmək, dua eləmək və insanlarla xoş rəftar eləmək, valideynlərlə xoş rəftar eləmək, bunlar kömək eləyər ki, insan aqibəti xeyirli olsun. Allah inşallah bu işləri, bu dediyimizləri bizim həyatımızda inşallah əməl eləməyə bizə kömək eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yəkullahu kufuvan əhəd. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu ala Rasulillahil əmin. Habibi qulubina, tabibi nufusina, şefi'i zunubina, Əbil Qasimil Mustafa Muhammed sallallahu aleyhi və alihi və səlləm وعلى وسيه وخليفته مولانا ومولى الموحدين أمير المؤمنين علي بن أبي طالب وعلى حبيبته أم الحسن والحسين سيدة نساء العالمين فاطمة الزهراء سلام الله عليها وعلى الحسن والحسين سيد شباب أهل الجنة وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والقائم الحجة المهدي عجل الله تعالى فرجه الشريف أئمة المؤمنين وحماة المستضعفين. Əziz və hörmətli mömin qardaşlar, yenə özümü və siz əziz qardaşları bu cümə günü təqvalı olmağa dəvət edirəm. Allah inşallah cüməni mübarək qərar versin və bizi də inşallah həmişə təqvalı möminlərin sırasında qərar versin inşallah.
sallallahu. Cümə günüdür və hədislərdə var ki, İmam Zaman əleyhissalamın günüdür, zuhur cümədə baş verəcək. Və hədislərdə var, ən fəzilətli əməl Həzrət Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifi gözləməkdir. İmam Zaman əleyhissalamın intizarını çəkməkdir ki, Peyğəmbər buyurur, ümmətimin ən fəzilətli əməllərindən biri İmam Zaman əleyhissalamın gəlişini gözləmək və ona dua eləməkdir. Və İmam Sadiq əleyhissalam buyurur, əgər bir nəfər Həzrəti Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərifi gözləyə və onun dediklərini həyata keçirmək uğrunda çalışa, əgər Həzrəti Məhdi zuhur eləyəndə dünyasını dəyişmiş olsa, İmam Məhdinin yanında şəhid olan insanların əcrinə və savabına çatan insanlardandır. İmamət bəhsi o qədrən mühüm bəhsdir ki, Peyğəmbər buyurur, mən matə və ləm yərif imamə zamanihi matə meytətən cahiliyyə. Kim ölə və öz zamanəsinin imamını tanımadan ölə, o cahiliyyət dövründə ölmüş insanların hökmündədir. Yəni, müşrik dünyasını dəyişir. Quran-ı Kərimdə də Allah Teala bu haqda çoxlu ayələrdə bəhs edilir. Əhl-i Beyt imamlarının biz əgər həyatına baxsaq, hərəsində bir dənə özəllik olub. Hərəsinin özünə xüsusi bir ləqəbi olub, xüsusi bir özəllikləri olub. Düz zamanəsinə aid ləqəblər ki, zamanələrinə aid verilirdi. Məsələn, niyə İmam Sadiqə İmam Sadiq deyirdilər, İmam Kazimə İmam Kazim deyirdilər. Bir nəfər İmam Hadi əleyhissalamın yanına gəlir. İmam Hadi əleyhissalama deyir, biz sizin nə cürə ziyarət edəyək? İmam ona bir dənə dua örgədir, var o dua məfatihdə. Əgər gedib baxsanız, duayı cami-i kəbirə. Duayı cami-i kəbirə. Orada Əhl-i Beytin haqqında çox dərin mənalı sözlər işlənir. Yəni, insanın ağlı alacaq həddində deyil. Orada İmam Baqir əleyhissalam buyurur ki, bina ubidallah. Allah bizə görə ibadət olunur. Biz olmasaq Allah ibadət olunmazdı. Bina urifallah. Allah bizim vasitəmizlə tanındı. Əgər biz olmasaydıq, Allah tanınmazdı. Əgər biz olmasaydıq, Allahın təkliyi bilinməzdi. Orada belə sözlər işlədir. Eynən bizim əməllərimizi ki, Allah necə müşahidə edilir, Peyğəmbər də elə müşahidə edilir və imam da elə müşahidə edilir. Tövbə surəsinin 105-ci ayəsində Allah Teala nə buyurur? Deyir, quli əməlu, fəsəyarallah əməlukum və rəsuluhu vəl-mu'minun. Deyir, nə iş istəyirsiniz, görün, sizin əməllərinizi görür və görəcək Allah, rəsulu və möminlər. Möminlərdən məqsəd, yəni imam. Həzrəti Bəqiyyətillah, İmam Zaman əleyhissalam bizim əməllərimizə şahiddir. Yəni, zamanənin imamı bizim əməllərimizi görür. Yəni, bu cürə mərifətin olmalıdır sənin imama, ki, o səni hər yerdə görür, hazırdır. Əməllərini görür, əməllərin ona təqdim olunur. İmam Sadiq əleyhissalamın yanına gəldi bir nəfər. İmam Sadiq əleyhissalama dedi, Yəbnə Rəsulillah, ey Allah, Rəsulunun oğlu, bir qardaşım var, çox mömindir, namaz əhlidir, ibadət əhlidir, amma sizin vilayətinizi qəbul eləmir. Sizin imamətinizə inanmır, Allah tərəfindən deyir, bəlkə də. İmam Sadiq əleyhissalam təbəssüm elədi, dedi, qardaşına gedəndə salam söyləyərsən, deyərsən ki, bəs Bərəz çayının sahilində üzr istəyirəm,
zina eləyəndə imanı hardaydı? Qayıtdı, İmam Sadiqin salamını çatdırdı. Dedi, İmam Sadiq belə deyib, başladı ağlamağa. Başa düşdü ki, aləm bunların o işlərinin içərisindədir. Bir nəfər var idi, İsmail Himyəri adında, başqa məzhəbin nümayəndəsi idi. Bu əlində, haşa bu məclisdən şərab aparırdı. İmam Sadiqlə üz-üzə gəldi. İmam Sadiq ağa sual verdi, əlindəki nədir? Dedi, ağa süddür. Gənə dedi, əlindəki nədir? Dedi, ağa süddür. Dedi, olar mı? Dedi, onun dadına baxaq. Açasan bir görək nədir? Açdı, süd töküldü şərab qabından. İmam dedi, İsmail Himyəri, imamın kimdir? Dedi, imamım sənsən, İmam Sadiq. Yəni, bütün kainat, yer, göy bunların əlindədir. Bunların oycundadır. Allah bunlara görə xəlq eləyib. Ona görə Duayı Cami-i Kəbireyi oxuyun, görün Allah orada bunları nə cürə vəsf edilib. Bugün də eyni İmam Zaman əleyhissalam. Bu qapıda kim xidmət eləyirsə də xoş halına. Yəni minnət qoya bilməz. Nə buradan xidmət eləyən, nə oradan xidmət eləyən, nə işdən xidmət eləyən. Kim ki nəyinlə bu yola xidmət eləyirsə də Əhl-i Beytə xoş halına. Aşura günü cemaat namazı qıldılar. Aşuradan qabaq. 4 nəfər, 5 nəfər durdu irəlidə oxçuların qabağında. İmam cemaat namazı qıldı. Orada bir nəfər var idi. Abdullah ibn Səid. Bədəninə deyir, o qədər ox dəymişdi ki, deyir, İmam salamı qutaranda bu da yıxıldı. Deyir, İmam yaxınlaşdı, bunun başını qucağına alanda imama fəqət bir kəlmə söz dedi. Əvəfəytə ya Əba Əbdillah. Əba Əbdillah, mən öz əhdimə vəfa elədim ya yox. Bizə kəlmə bunu işlədi. Demədi ki, mənim canım da var idi, verdim. Ay İmam Hüseyin, bundan artıq məndən nə istəyirsən? Bir canım idi. Belə bir söz demədi. Eləcə dedi ki, əhdimə vəfa elədimmi? Bir nəfər İmam Rıza Aleyhisselamın yanına gəlmişdi. Çoxlu pul para gətirmişdi İmam Rızaya. İmam Rıza Aleyhisselam bunu təhvil aldı bundan. Bir dənə sağ ol dedi, təşəkkür elə dedi, Allah qəbul eləsin. Bu qayıtdı imama dedi ki, nəuzubillah, elə bilsən bilmirsən mən nə gətirmişəm. Elə bilmirsən siz bilmədiniz mən gətirdiyimi. İmam qulamına dedi, elə bil bu başqa cürə cavab istəyir. Qulamına dedi, bir su gətirin, bir dənə teş gətirin. İmama buyurdu ki, qulamına əlimə su tök. Pulu gətirən deyir, qulam suyu imamın əlinə tökəndə gördüm, deyir, imamın deyir, əllərindən deyir, tökülən suların hamısı ləl-cəvahirdir, incidir, qiymatlı əşyalardır. Deyir, bizə minnət qoysan, biz əlimizi haraya vursaq, ləl-cəvahir olar. Bu yolda əgər bir adam xidmət eləyirsə də, Allaha görə minnətsiz. Və bunlar da kərəm sahiblərdirlər. Nə dünyada borçlu qalarlar adama, nə axirətdə. Ona görə bu Duayı Cami-i Kəbirə ki var, möminlər baxsınlar, inşallah ona görsünlər ki, Allah Taala orada bunları nə cürə vəsf edir. Buyur, biz Allahın qapılarıyıq. Allah bizlə başladı. Orada bir söz var o Duayı Cami-i Kəbirədə. Deyir, Allah bizlə başladı. Bizlə davam edir, bizlə də qutaracaq. Allah bu dünyayı bizlə başladı. Bizlə davam edir və bizlə də qutaracaq. Böyük bir duadır. İnşallah o duayı qardaşlar müraciət eləyərlər. İnşallah Allah bizi İmam-ı Zaman əleyhissalamın zuhuruna inşallah şərait yaradanlardan qərar versin. Allah inşallah dualarımızı qəbul eləsin, ibadət taatlərimizi qəbul eləsin və Allah bu günü bütün müsəlmanlara mübarək qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuven ahad.